Mən də bizim qonşumuzda mənim bir dostum var idi, Aydan. O da riyaziyyat müəllimliyi oxuyurdu o vaxt. Tələbə idi, indi artıq riyaziyyat müəllimidir. Mənə dedim ki, bəs ondan xahiş edirdim ki, düzdür, adam utanır, hər dəfə getməyə evlərdən. Onun ailəsi var, anası yorğun gəlir, özü yorğun gəlir. Amma ondan xahiş edirdim ki, bir-iki dəfə həmişə öz qonşumuz, yaxın qonşumuz var, ona girirdim Wi-Fi ilə. Amma o da çox uzaqdır deyək məsafəmiz. Ona görə qırılır, çox qırılırdı. Bir-iki dəfə dərslərim az idi axı əvvəl bir-iki tələbə idi. Gedirdim onların evini keçirdim. Sonra gəlirdim. Hər də belə və demək olar ki, 6 ay bir neçə kursla elə işlədim. 50-yə yaxın tələbəm oldu. Lakin axıra yaxın artıq yaya doğru idi və imtahanlarımın başladığı dövr idi. Heç bir dərs oxumamışam, çünki ancaq fokuslanmışam dərs keçməyə. Öz dərslərimi heç oxumadığıma görə imtahan ayı da elə bir aydı ki, həm stres oldu, həm oxumalısan. Demək, ilk imtahanım tarix imtahanı idi və tarixdən riyaziyyatçı olaraq deyim ki, çox zəif idim.